Ucarda bir əsrdən artıq yaşı olan yaşayış binaları yararsız vəziyyətdədir. Vaxtı ilə Pambıq zavodunun tabeliyində olan, hazırda sakinlərin özəlləşdirdiyi 2 mərtəbəli 3 binada 70-ə yaxın ailə yaşayır, ancaq binalarda yaşayış üçün heç bir şərait yoxdur. Binalarımızın problemləri çoxdur. Daşların aralarında qum yoxdur. Tamam bir-birlərinin aralanıbdır. Qıraqdan yağış yağanda o daşın arasından su verir evə. Aşağılardan tamam hamısı quzuluyub, tökülüb, dəmir vurmuşuq. Ondan sonra reykalar vurmuşuq. Söhbət Ucarda yerləşən 2 mərtəbəli yaşayış binalarından gedir. Sakinlər deyir ki, 1914-cü ildə tikilən binalar uzun müddət Ucarda yerləşən Pambıq zavodunun tabeliyində olub. Lakin sonradan sakinlər özəlləşdirib. Zamanla öz vəsaitləri hesabına kosmetik işlər görsələr də artıq faydası yoxdur. Çox gərgin vəziyyətdə. Artırmalar saxlayır birdən o binaları. O artırmalar olmasa, 3-cə, 4-cə bazı zəlzələ olsa, köpultu ilə gələr yerə. Mən burada yaşayıram, harca 25 ildən yuxarıdır. Quybuq əlində oxam gedir. Bax, o vəziyyətdədir o bina. Evin içindən durub həqiqətən divardan baxın, divardan gəlib gedəni aydın açıq görərsiniz. Sakinlər deyir ki, tək əlac mənzillərini satmaqdır, amma bina qəzalı olduğuna görə alan yoxdur. Yaranan vəziyyətlə bağlı döymədikləri qapı qalmayıb, lakin maraqlanan olmayıb. Bəs aidiyyatı qurumlar məsələyə niyə biganə yanaşır? Sualı Ucar rayon mənzil istismar sahəsinə ünvanladıq. Sahə rəisi Tural İsmailov ATV xəbərə bildirdi ki, binaların qəzalı olmasından xəbərdardılar. Dəfələrlə yüngül təmir bərpa işləri görülüb, amma faydası olmayıb. Binalara yenidən baxış keçirilərək müvafiq orqanlara məlumat veriləcək. Yekun qərardan sonra bir tədbir görüləcək. Turanə Tağızadə, Samir Cəbiyev, ATV xəbər, Ucar.